BMW həvəskarlarına hamısına salam olsun. İlk vlogumu belə başlamaq istəmirdim. Əslində ilk vloqum maşının tanışlıqla ibarət idi. Yolda getdiyim yerdə patrovka qırıldı. İndi mən sizə onu ətraflı göstərəcəm. İndi gələcək ustaya. Sırğalardır, almacıqdır. Bu kimi deyilən şeylər mən bilmirəm açıqca nə olan şeylərdir. Yəni BMW təcrübəmi sizinlə paylaşacağam. Bu bir il ərzində maşın mənə nələr yaşadıb onu sizə göstərəcəm. Optionda bu maşın mənə necə qismət olub onu da sizə deyəcəm. Amma hal-hazırda keçək motorxanaya mən sizə patrovka necə açıldığını və termostatın necə qalxdığını göstərəcəm. Bu gördüyümüz bizim patrovkadır. Diqqətlə baxın buna, görürsünüz. Buradan qırılıbdır, bu da onun qapağıdır. İndi yolda getdiyimiz yerdə bilirdim, əslində kapotdan tüstü gəlir, uluyurdu nəsə, elə fit salınırdı. Evdə çayını görə qızdırırdı. İndi evakuator gözləyirik. Motoristimiz var, motoristimiz bizə bir dostunu göndərir, indi o da gəlir yoldadır. İndi evakuatora qoyacağıq, gedirik BMW qaraja, Murad ustanın yanına və Ramil motoristin ustasının yanına. İndi gedirik, görək bu məsələlər necə həll olunur. İndi hal-hazırda hələ ki evakuator gözləyirik. Unutmamışdım, bunu da deyim ki, kanala abunə olmağı və like qoymağı unutmayın. Hal-hazırda gördüyünüz bu yolun o tərəfi Naxçıvanskidir. Busa Köhnə Günəşliyə gedən yoldur. Küçənin adını bilmirəm deyə belə adlandırıram. Gedəcəyik Babək prospektinə yaxın olan Medical Plaza'nın arxasında bizim bir BMW qaraj var. Ora gedəcəyik. Evakuatorlara zəng elədim. Qardaş, bu nə qiymətdir də? Yəni ortalama bu qədər yola, yəni vurub yuxarı aşağı heç 8 kilometr, 7 kilometr var ya yoxdur da. Yəni birbaşa buradan Köhnə Günəşliyə, oradan Neapol dairəsinə, birbaşa da ki Medical Plaza'nın yanına çıxırıq da. Yəni 25 manat hələ birinə yığmışam, prosta ad çəkmək istəmirəm. Bilirəm ki, başıma iş gətirəcəklər. 30 manat, 35 manat. İndi motoristimizin dostuna zəng eləmişəm. 20 manatdan bizi aparacaq ora. Belə pısmasın ev daşımıram mən. 25 manat, 30 manat, yəni bu boyda məsafəyə yəni nədir? Niyə də yəni? Belə bir məsafəyə siz evakuatora nə qədər pul vermişsiniz, onu da qeyd edin. İş deyil, 25-30 manat evakuatora pul vermək olar. Sən elə bir ev daşıyırsan, yoxsa tır aparırsan, bəlli deyil. Nəysə, evakuatora gözləyək gəlsin. Nəhayət ki, evakuatorumuz gəldi. Gördüyünüz kimi. Və artıq gəldik, çatdıq bizim BMW qaraja. Burada prosta qaranlıq olduğuna görə elə də görsənmir. Lütfüzadə 39-da yerləşir. Hal-hazırda maşını artıq boxa salacağıq. Artıq təmirə başlayacağıq. İzləmədə qalın. İndi sizi ustalarla tanış edəcəm. Sizə göstərəcəm nə necə baş verdiyini. Bu bizim Ramil ustamızdır. Bu maşına baxır. Eləmək istəmədiyini görə. Bu da bizim Murad ustamızdır. Bəli. Özüdür ki, yes. Mən belə baxıram ki, Kim motor yerə lazım düşməlidir. Belə baxıram, motor yerə düşməlidir. Qavaltını bir dirək qoy. Narahat olma, çox təşəkkür edirəm. Görə bilsən, sökmə səbəbimiz budur. Bunun dibindən partlayır. Biz hal-hazırda burada termostatı dəyişəcəyik. Termostatı dəyişəcəyik. Hələ ki, görülən bunlar. Ay usta, indi bizdə misal üçün patrovka hal-hazırda qırılıb da. Patrovka, termostat. Termostat. Bu dəqiqə qırılıbdır. Əgər bunu o yolda sürə-sürə gəlsəydim, mühərrikdə mənə ziyan ola bilərdimi? 100%. Qalavkanın prokladkası yanardı ya qalavka çatlayardı. Tekfanız daha meyillidir. Qalavkanın partlamağına, çatlamağına və prokladkanın yandırmağa daha meyillidir. Çünki tekfanızların başlayıcısı daha həssas olduğuna görə qızmaya daha meyillidir. Dəmir almısan, yoxsa plasmas? Yox, plasmasdır. Dəmir olsa daha keyfiyyətli olar, daha yaxşı olar. Düzdür?
Senin güzel bir maşını yakından çıkart. Diyen bilesin. Və 2-3 saata qurumaz. Yok onu koymayacak. Nə qoyasınız bu? Təzəsini səhər dəmirini alacaksın koyacaksın. Neçəyə də onun dəmiri? Hani 45-50 madde. Mesela bir şey. Söz deyim, misal üçün də bax, adam var ki, gedir misal üçün imkanı çatmır da, yer plasmas alır da və yaxud da işlənmiş alır. Bax, bu patrubka hardan baxıb bilə bilərlər ki, bu misal üçün yəni yararlıdır, yoxsa yararlı deyil? Onsuz da bu işlenmişin. Bax bu hissəni görsən, əsas bağlar bu hissə. Bunlar partlama nöqtəsi var burada görsən, sən də burada da bax görə bilirsən. Bu hissəni görsən, bax buradan partlayır görsən. Görsən o burun bizdə bura çevirdir, təmizdir, bütündür. Bunların partlama nöqtəsi bir bura olur, bir də bax bu hissə olur. Burada partlayır. Aha. Bu da salama. Sadəcə bunların dəmirdə olanlar var, o da daha keyrətli olur. Dəmir termostatın qiyməti 45-50 manat arası dəyişdiyinə baxmayaraq, mən internetdə araşdırdım ki, onların sırf başındakı o şurup adlandıra bilərik ki, hansı ki, ən böyük rollardan biri oynayır. Halbuki mənim maşınımda da məhz kapron olduğuna görə məhz o hissədən çat vermişdi. Normal termostatın plasmasda olan qiyməti hardasa 25-30-35 manat arası dəyişir. Onları da ki, təsirini siz tapa bilməyəcəksiniz. Maksimumdakı tapa biləcəyiniz şeylər ölxanadan ibarətdir. Kaldır. Yaxşı deyil. Obsi bundan yaxşı. Kaldır. Bu səfi söküb yığmağa gəlir. Belə bir problemimiz də var idi ki, yolda getdiyimiz yerdə maşında daimi latok səsləri gəlirdi. Yəni düz asfaltda getdiyimiz yerdə cüzi hər hansısa bir balaca əyrilik olanda belə maşın sanki latokdan keçmiş kimi bir səs verirdi. Bunların da səbəbi almacıq idi və sırğalardan ibarət idi. İndi hal-hazırda Murad Şəhərəmin usta maşının altına gəldilər. Baxacaqlar ki, doğrudan da elə bir məsələ var. Yəni sırğalar dəyişləsi sırğalardır yoxsa nələrdir? Kişi gətirə. Almacıq, bulavoy. Olmacıq, lavoy, sırğa. Sırğaya bax. Görsən, üstün pırnıqı da yoxdur. Yuxarı hissəyə bax, görsən pırnıqa bax. Hə, rezindir. Görsən. Hə, rezindir. Görə bilirsən. Dən göstər. Uzun açıqdan ver mənə. Yəni almacıq bərbad vəziyyətdədir. Çox bərbad vəziyyətdədir. Uzaq göz keç bu tərəfdən necə? Uzun açıqdan ver. Görə bilirsən. Hə. Buradan da rulavoya bax. Görsən. Hə, Həm yağ buraxır, həm də eyni sıradan çıxıb düşür. Və eyni vaxtda gidrosolüsiyonlar. Görə bilirsən. Hə, yağın içində. Bu da bizim yuxarıdan gələn antifrizimizin izləridir. Görürsən. Hə. Sən iş verin mənə. Maşını sürdüyüm hallarda sürət qutusunu artıq keçirdə bilmirdim. Yəni elə bir vəziyyət yaranırdı ki, artıq iki əlimlə götürüb güc verməyə çalışırdım. Bu da artıq mənə çətinliklər yaradırdı. Burada hal-hazırda korobkaya da baxış keçirdirlər. Görsünlər korobkada nə başlayır. Burası o hissədən var. Şimdi içindən oynayır bax. Ona görə alır işte. Onu çək. Yox, bir göstərim də. İşıqlandırım. Burada kontrosu tam birləşmə nöqtəsindən daxildən qırılıbdır. Və ona görə də sən dartdığın bıçaq yəni PPS. Usta dilində PPS-də ağırlıq var. Ona görə də biz kontrosunu dəyişirik. Bizim maşınımızda ilk videoda orada baxsaz görərsiniz ki, ustalarımız bizə orada deyirlər ki, korobkadan gedən orada bir tros var.
Yəni hər şey otrosdan ibarətdir ki, PDN və parkovka moduna keçirtmək üçün istifadə olunur. Hansı ki, otros bizə daxildən xaricə ötürməyə imkan yaradır. Lakin bizim ustalar bunu araşdırandan sonra biz yenidən bir detalla əvəz etdiyimiz zaman belə bir şey əşkar elədik ki, məsələ məhz trosdan ibarət deyil. Cəmil. Unutma şimdi. Sabaha kadar. Mən yetimliyinəm. O bir ayın heyfin çıxmalıyam da mən. Ya. Sonra reklam edirsən. Hə, getsin də, bəlkə zəng elədilər. Sırğalar üstü yaxşısı əlimdə. Sarğaların cütün, yaxşı əlimə, qeydimiz var. Bəs onlardan biləcək ki, qeydilməsi olur. O da bizim sırrımız. O da bildim də, izah edin ki, biz də biləyik. Ben her şey öğrettim. Uşaqlar, siz bilirsiniz, onu kommentdə qeyd edin. Məncə bilgi toplusu ustaların sirrini çıxardacaq. Ustalarımız hal-hazırda termostatın krişkasını artıq digəri ilə əvəz edirlər, hansı ki məndə var idi. O da üstdən çıxmadı, yeni deyil. Əslində yenisi satılır. Sadəcə sən indi tələsdiyibə görə hələ ki bunu qoyuruq. Plasmas variantını qoyuruq. İnşallah ki gələrsən bunu çevirərik dəmir variantına, olar uzun ömürlü. Daimi demək olmaz, daimi işdə yoxdur, uzun ömürlü olur. İndi uşaqlar hal-hazırda dediyim kimi də gedəcək, yəni bütün planlarımı demək bərbat eləmişəm. İndi hal-hazırda ustamız dəyişəcək. Dəvriyə işi də ki, bugün o sırğa zat məsələsi qiyməti çıxarda bilməyəcək. Bugünə görə ki, qiymətləri çıxartsaq, əgər bizə əlverişli olsa, sizə qiymətləri də markalarda göstərəcəm ki, məlumatınız olsun. Ustamız hal-hazırda artıq işini bitirdi, maşını xodladı. Artıq Rami usta bir dəqiqə maşına baxış keçirdi. Axıntı varmı, yoxmu deyə. Ustamız dedi ki, çalışqalarımız sıradan çıxıb. Onlar da aradan qaldıracaq. Hə, sürtmüşəm daşa. Minecraft da verdim. Double. Sorabilirsin. Ha, içi yok lezzetli oluyor. Ha, boşluk var. Artıq işimiz bitdi. Rami usta artıq işini yekunlaşdırdı. Maşınımız gördüyünüz kimi xodlu vəziyyətdədir. Artıq hələ ki heç nə, yəni axmır, etmir. İndi sürüş yola çıxacağıq. Yolda yoxlayacağıq. Görək özünün maşını necə aparır deyə. Növbəti gün artıq göstərəcəyik. Videoya like eləyib abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. What you wanna do? Tell me what you like. What you wanna do? Tell me what you like.